getirdi küləklər, soldu eş bağında çiçəklər. Həssız vurdu yalanlarla bu sevgiyə bəzəklər. Amma məhəbbət nəğmələrdə yalnız sözlərdədir. Sevgi qəlbdədir, sevgi ruhdadır, sevgi gözlərdədir. Yar eşkin yolun azarsa onu bağışlamak olar mı? Ehdi peymanın bozarsa onu bağışlamak olar mı? Yar eşkin yolun azarsa onu bağışlamak olar mı? Ehdi peymanın bozarsa onu bağışlamak olar mı? Elvida ey derdim elvida, daha senden sanmaram ya da. Sevme doğma olan günler, ömrümü verdim bana. Üstüme pencer sansın, kanımı taşın yarım gitti. Zaman merhamdır keser ağlısı barışlarım geldi. Yar eşkin yolun azarsa onu bağışlamak olar mı? Ehdi peymanın bozarsa onu bağışlamak olar mı? Yar eşkin yolun azarsa onu bağışlamak olar mı? Ehdi peymanın bozarsa onu bağışlamak olar mı? Bağışlamak olar mı? Onu bağışlamak olar mı? Onu bağışlamak olar mı? Eski olsun minnətdarıq. Məncə olmaz, mən deyirəm olmaz, amma deyirlər bəzən bağışlamaq da böyüklükdən xəbər verir. Sən sadəcə unutma, bağışlasan da unutma. Unutma ki, bu insan bir gün yolunu azıb. Biz elə dünən də bu barədə dostlarımızla danışırıq. Dünən elə hətta dostluqdan söhbət gedir ki, dostluqda elə insanlar var ki, biraz onun maddi durumu falan çox olandan sonra bu adam doğrudan da dostlara qarşı çox dəyişilir. Yəni, mən düşünürəm ki, ikicə dəfə də olsa o insanın həyatında mərhələ vardı. O mərhələdə dəyişilən insan həmişə dəyişiləcək. Yəni, ola bilər sonra biraz aşağı düşsün. Dönüşlük var. Bu insanın xislətində varsa olacaq. O dəyişməz. Ümumiyyətlə, insan dəyişməyinə inanırsan mı? Əlbəttə. Yaxşı tərəfə dəyişməyinə. İnsanın dəyişilmə... Pis insanın yaxşı olmağına inanırsan. Hərçəndə psixologlar deyirlər ki, mən 16 yoxsa neçə yaşından sonra dəyişilmək mümkün deyil, yəni xaraktercə. Amma inanmıram. Çünki ola bilər ki, o xarakter insanın içində olub. Sadəcə olaraq o ətraf, onun olduğu durum o imkan vermir. İnsan bir gün dönüb mələk ola bilərmi? Əlbəttə.
Vallahi inanmıram. O gərək həyat o qədər döysün, Mənim qarşıma çıxmayıb. O böyük bir peşmançılığın artıq mələyə dönsün. Mənim qarşıma çıxmayıb. Mənim qarşıma çıxmayıb, amma hər halda mənə elə gəlir ola bilər. Çünki insandır. Əgər tərsinəsi olursa, beləsi də ola bilər. Amma mən şahidi olmamışam. Hər halda bəzən olur ki, sən deyən kimi ilan xislətli insan artıq hər şey əldən gedəndən sonra düzəlir, olur ağıllı bir insan, səmimi bir insan mələyə dönür. Bəzən də olur ki, bir də vəziyyət qalxandan sonra bir də dəyişir. Çox nisbin danışdım bu barədə. Mən misal üçün o məsələlərə çox bədmin yanaşıram. Mən düşünürəm ki, insan budursa, burada qalacaq. Sənin fikirlərindən sonra əslində həyat bunu mənə göstərib. Yəni, bunu göstərib, mən dediyimi. Olmuşam, bəli. İnsan budursa, mümkün deyil. Sən nə istəyirsən elə mümkün deyil. Yenə də gedib çıxır. Yəni, olduğu şərait onu tələb eləyir ki, deyək ki, dəyişilsin.